Və biz Qurana müraciət edirik, görürük ki, vəhiy Quranda neçə dəfələrlə qeyd edilib. 70 neçə idi, yəni səhv eləməsəm. Bəzilərində insana aid edilir. Məsələn, Həzrəti Zəkəriyyə deyir, çıxdı mehrabdan və vəhiy elədi. Bir növ bizdə Lora dildə cəmaatla ki, Allahı təsbih eləsinlər səhər axşam. Deməli, yəni gizlin olaraq işarə etdi. Biz vəhiyi şeytana da aid olduğunu görürük ki, şeytan da edə bilər. Daha sonra biz Allaha gəlib çatanda görürük ki, Allah adi insanlara da edə bilər. Yox, Allah Taala birinci cansızlara da edə bilər. Çünki var təbiət. Təbiət məsələn daşdır, filandır, ona nə? Heyvanlara edə bilər. Nəhl, bal arısına. Və adi insanlara edə bilər. Musa Peyğəmbərin anası. Xanım Məryəmə dedik. Yaxşı, başa düşdük. Musa Peyğəmbərin anası. Olar, hə. İndi bizdə bunu məcburdular ki, ilham var da. Bəli. İndi onların fərqi nədir? Deyəcəm, indi onu deyəcəm və öz rəsullarına, peyğəmbərlərinə göndərdilər. Ona görə vəhiy məzmun. Vəhiy deyəndə anladığımız o da rəsullara gələn. Vəhiy anladığımız müasir Qurançı cərəyanı necə bunu aid edəcək? Deyəcək ki, bal arısına, nə Allah Taala Cəbrailı göndərdi ona. Yəni sənin məntiqindən onu qəbul etməlisən. Yəni heç bir konsepsiya durmayıb arxasında. Onda Həzrət Musanın anası ilə Musa peyğəmbərin özündə nə fərq oldu? Allah ana bala ikisinə də vəhiy edib. Yox, belə deyil.